xəbərləşmə. Bilirsənmi, qədim insan necə xəbər çatdırarmış? Dağda olsa, bağda olsa, ya səfərdə yolda olsa, nağaraya vura-vura, ocaqları qura-qura, göyərçinlər uçuraraq, hay salarmış yerə göyə. Çağırarmış o köməyə, atlılar, ay atlılar, atları qanadlılar, elimizə gedərsiniz, olanları deyərsiniz. Poçt quruldu, məktubları dəstə-dəstə, poçtalyonlar daşıdılar dostdan dosta, daşıdılar sevincləri, kədərləri, çatdırdılar acı şirin xəbərləri. Qəzet, jurnal çıxardılar daha sonra, teleqramlar vurulurdu ora-bura. Alo deyib telefonlar çağıranda, məsafələr lap qısaldı bircə anda. Uzaqlarla yaranırdı əlaqələr, radiodan yayılırdı artıq xəbər. Ağ-qaraydı televizor yarananda, rəngli ilə əvəzləndi tez zamanda. Ən nəhayət internetin əsri gəldi. Son xəbərlər hər saniyə yeniləndi. İndi artıq min evdə məskən salır. İnsanoğlu hər xəbəri ondan alır.